İsmail, ha buradasan. Ha, bayaqdan mən də səni axtarıram. Neçə ildir səni kinolarda izləyirəm, amma buranı görməmişdim. Gəl bir dənə maks edeyim. Deməli, əzizlərim, bizim baxdığımız kino, bax, həmin ağaclı lentə alınmış ağacdır. Bax, bu gün Allah mənə bu günü qismət elədi. Allah sizə də qismət eləsin. Gəl bura, bırak. 1958-ci ildə lentə alınmış Ögey Ana filminin bir hissəsi təbiətimizin bu gözəl güşəsində lentə alınmış və bu ağac filmdən bizə yadigardır. Bax, həmin ağacdır. İsmail kimi mən də çıxacam bura. Həqiqətən də bura məni çox kövrəldir, əzizlərim. İnsan elə darıxır, Allah and olsun. O filmi görürəm, burada mən canlı yaşayıram. Adama ləzzət eləyir. Qoy buradan düşün. Gəl bunu yaxından çək. Deməli, əzizlərim, Ögey Ana filmində İsmail obrazını yaradan Ceyhun Mirzəyev Fəryad filmində də böyük rol aparıb, həqiqətən də böyük sənətkar olub. İnan Allaha, baxdıqca adam kövrəlir, əzizlərim. Gəlin, İsmail'dadır da, uzaq yerdə deyil ki, həqiqətən bülbüllər cəhcəh vurur, buradan qəşəng sel gedir. Nə bilim, burada heyvanlar da var, indi girmişik içəri, gəzəcəyik, dolanacaq. Hamısı inşallah sizə göstərəcək. Allah səni rəhmət eləsin, Allah o dünya versin.